Pasiyentimiz üçün diş düzəltmişik. Metal karkasla aşağı çənə akril sadə protez, estetik deyil, sadədir. Yəni pasiyentin istəyindən asılı olaraq. Yuxarıda isə metal setka yoxdur və bu protezi ağza qoyacağıq. Ağızda 2 ədəd dişimiz var ki, bu 2 ədəd dişi keramikaları sementləyib, sonra da ora protezimizi taxacağıq. Və dişləri sementlədik. Dişləri sementləyəndən sonra bu protezimizi taxaq bura. Belə protezimizi taxırıq. Bu şəkildə eyni rəngdə, eyni formada qarnitürlə keramikanın rəngi. Yəni bu dişlərlə. Bu qarmağı istəyəndə sıxa biləcək, istəyəndə aça bilərik. Ağsaqqalımızın təxminən 80-ə yaxın yaşı var, elə mi? 80-dən çoxdur. 82 yaşı var. Allah ömür versin. Biz indi protez hazırlamışıq. Bu protezdə belə taxırıq, açaq. Yəni burada estetika çox qabarıq bir protezdə, pasiyentlərin istəyinə görədir. Amma funksionallıq baxımından bağlayın. Və hər tərəfdən də fikir versək, bax, tamamən Firikustadır hamısı. Dişlər tamamən Firikusta, rəngləri eyni, formaları eyni. Gülürük. Bütün pasiyentin üzünə yaraşan, rahat bir formada dişlər alınmışdır. Bu qarmaqları istəyəndə sıxacaq, istəyəndə biraz boşaldacaq, yəni protezin girib çıxması üçün. Bu aşağıda olan bu 2 diş ki var, bunlar protezi saxlamaq üçün bilirsiniz ki, çox vacibdir. Ağızda nə qədər belə diş qalsa, o qədər yaxşı bir şeydir. Yəni aşağı sənədən söhbət gedir ki, çox gözəl olur ki, dişi saxlasın. Haradasa bu 2 diş deyərdik ki, 2 implantı əvəzləyir burada. Normal, gözəl qaydada saxlayır protezi, yəni qopub düşməsinin qarşısını alır. Gülün, bağlayın, gül, dat. Hə, bax, gözəl. Belə saxlayın tərəfə, gülü saxlayın elə. Hə. Bir də bu tərəfə, bir də bu tərəfə, bir də bu tərəfə. Bu dişlərin, məsələn, bu aşağı dişləri biraz yuxarı qaldırmaqda səbəb burada əsasən bu öz dişlərin daha öndürdə olmasıdır. Yəni bunları qısaltmışıq biz, çox qısaltmışıq. Onunla belə də bundan da artıq qısaldıb, normadan artıq yolmaq istəmirik. Ümumi zaman keçdikcə bu oklüzyon xətt ki var, bu yerində qalsa da dodaq düşür. Əvvəl tutan dodaq burada olub, zaman keçdikcə aşağı düşür. Amma belə təbii görünür edə bilir.